Yoluxma sayına görə Salam, mən qida könüllüsü Ədibə. Bugün sizinlə top 5 layihəsini start veririk. İlk qonağımız Mələk Əhmədovadır. Hazırsınızsa başlayaq. Başlayaq. Yoluxma sayına görə top 5 qida zəhərlənməsi skandalı. Məncə bu siyahıya Almaniyadakı ekoli zəhərlənməsi daxil ola bilər. Səhv etmirəmsə, çirkli lobiya cücərtləri səbəb olmuşdu. Bəli, bu top 5-in 5-ci yerini alır. Hətta bu lobiya cücərtilərində olan bakteriyalar insanlarda börək probleminə səbəb olmuşdu və hətta 53 nəfəri ölümlə nəticələnib və 4000 nəfər də yoluxub. Yoluxma sayına görə 5-ci yerə qoyulub. Bəs Böyük Britaniyadakı salmonalı yumurtaları? Bəli, bu da top 5-in içinə daxildir, hətta 3-cü yerə alır. Burada 12000 yoluxma var, lakin ölüm sayı qeydə alınmıyor. Salmonella yumurtaları Səhv etmirəmsə, çiğ və az bişmiş yumurtalar səbəb olmuşdu. bəli, əsasən gigiyena pozulmaları səbəbindən yaranır. Amerika Birləşmiş Ştatlarındakı 2008-ci ildəki ispanaq zəhərlənməsi. İspanaq zəhərlənməsi top 5-ə aid deyil. Lakin top onun içində baxsaq 8-ci yerə alır. Listeriya bakteriyası səbəb olmuşdu. Kaliforniya ştatında çiğ ispanaqdan yayılmış bakteriya səbəb olmuşdu. Burada da 5 ölüm var, 200 yoluxma sayı var. Bəs Çindəki melamin maddəsinin südləki zəhərlənməsi 300 min səhv etmirəmsə zəhərlənmişdi. Südün tərkibində olan zulalın miqdarını artırmaq üçün kimyəvi maddələrdən istifadə etmişlər. Melamin maddəsi. 300 min maddə 6 ölüm səbəbi. İstəyirsinizsə digər ikisini mən tamamlayım. Top 5-in ikinci yerini İspaniyada baş vermiş texniki məqsədlər üçün istifadə olunan raps yağını zeytun yağı adı ilə satıblar. Burada olub 600 üstü ölüm sayı, 20 minə yaxın yoluxma sayı. Top 5-in 4-cü yerində isə Yaponiyada olan Shigella zəhərlənməsidir. Məktəbdə kartof salatında uşaqlar yedikdən sonra Shigella bakteriyalarına yoluxublar. 2 şagird dünyasına dəyişib, 6000-ə yaxın isə insan zərər çəkib. Bugünlük bu qədər. Əgər maraqlı ideyalarınız varsa, kommentlərdə yaza bilərsiniz. Səhifəmizi izləməyi və dəstək olmağı unutmayın. Sağ olun.